Məgər nəqd şəklində insanların cibindən pul oğurlanmırmı, ya itirilmirmi? Yəni pul itkisi həmişə olur. Bank kartları vasitəsilə müxtəlif tələddüzlüklər mexanizmləri vasitəsilə insanların vəsaitinin oğurlanması həm vətəndaşın, həm də bankların günahıdır əslində. Çünki bəzi hallarda vətəndaşlar bilgisiz olurlar, məlumatsız olurlar və öz şəxsi məlumatlarını tanımadığı insanlara verirlər və yaxud da tanınmayan saytlardan hansısa alış-veriş edərkən öz məlumatlarını ora ötürürlər. Və nəticə itibarilə də onların bank kartlarından oğurluqlar baş verir. Amma ona görə də burada vətəndaşın da məsuliyyəti kifayət qədər ciddi var bu məsələdə. Amma banklar da çox təəssüf ki, bu tipli məsələlərdə müqavilələr bağlayaraq bütün məsuliyyəti vətəndaşın üzərinə yükləyirlər. Burada da bir anormal, daha doğrusu bir münasibət var. Yəni bankların da məsuliyyəti olmalıdır.